Günümüzdə ekoloji təmizliyə nə qədər diqqət yetiririk? Məişət tullantılarının dünyaya nə qədər zərər vurduğunu bilirikmi? Bəs siz belə hallarla qarşılaşanda hansı reaksiyanı verirsiniz? Ümumiyyətlə, yerə atılan siqaret kötükləri, plastik butulkalar dünyaya nə qədər zərər vurur, xəbəriniz varmı? Polietilen torbalar, birdəfəlik qablar və plastik butulkalar təbiətdə 100 illərlə qalır. Bu isə həm heyvanlar, həm də insanlar üçün ciddi risklər yaradır. Siqaret kötükləri torpaqda parçalanmır, su mənbələrinə qarışır və ekosistemə zərər verir. Küçəyə tüpürmək, zibil atmaq, ictimai yerlərdə siqaret kötüyünü yerə tullamaq da öz yerində. Polis əməkdaşları tərəfindən Respublikanın ayrı-ayrı şəhər və rayonlarında ətraf mühitin mühafizəsi, eyni zamanda sanitariya-gigiyena qaydalarına əməl olunması məqsədi ilə nəzarət profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir. Vətəndaşlara qanunun tələbləri izah olunur, ətraf mühitin çirkləndirilməsinin məsuliyyət yaratması onların diqqətinə çatdırılır. Qeyd eləmək lazımdır ki, sanitariya-gigiyena qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 266.3 və 271-ci maddəsi ilə həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir. Ətraf mühitin təmiz saxlanılması ilə bağlı ilkin müddəa Azərbaycan Respublikasının Konstitusiyasında, hansı ki 39-cu maddədə qeyd olunur ki, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var. Yəni bir şəxsin ətraf mühiti çirkləndirilməsi digər şəxsin konstitusiyon hüququnu pozur. Cəzalar həm İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub, həm Cinayət Məcəlləsində. İnzibati Xətalar Məcəlləsində hər kəs tərəfindən geniş bilinən siqaret kötüyünün yerə atılmasıdır. Məsələn, 212-ci maddə nəzərdə tutulub. Burada 300 manata qədər cərimə olunur. Sıravi vətəndaş tərəfindən zibil qutusuna deyil, ətrafa atılmasına görə şəxs 50 manat cərimə olunur. Bu vəzifəli şəxs olduqda 750 manat, hüquqi şəxs olduqda isə 2000 manata qədər cərimə tətbiq olunur. Ekspertlər bildirir ki, təkcə cərimə kifayət deyil. Burada ictimai qınaq, şəxsi məsuliyyət və gündəlik davranış mədəniyyəti əsas rol oynayır. Ətraf mühiti qorumaq bir qurumun yox, hər birimizin borcudur.